Üstəlik yalanlar hər birimizin həyatında var. Məsələn, o dediyiniz kimi də o məşhur sosioloq Goffmanın da araşdırmasında var bu. Self presentation var ki, insan özünü yaxşı göstərmək istəyir, cəmiyyətdə öz obrazını yaratmaq istəyir və bu aşağıdakı şəkildə belə izah eləyir ki, yalanı ən çox danışılan yalanlarda mən xoşbəxtəm. İnsan istəyir ki, onu bayaq dediyimiz kimi reallığı əks etdirməsə də elə şəkillər, xoşbəxt şəkillər paylaşır sosial şəbəkədə. Və ən çox danışılan yalanlar mənim üçün fərq etmir. Əslində sən təsir elədiyini istəmirsən, kiminsə sənə təsir elədiyini bildirəsən, zəif görünmək istəməyəsən. Sonra deyirlər ki, istəsəm edərdim. Bu artıq öz egosunu qoruyur. Yəni bu öz egosunu qoruyur, potensialını hörmətli saxlamaq istəyir və ən çox danışılan yalanlar eş mövzusuna gələcəm. Yenə mən onu çoxdan unutmuşam. Ən çox danışılan yalandır. Banal yalanlardan biri. Bəli. Mən onu çoxdan unutmuşam. Heç kim istəmir ki, bilinsin, öz emosionallığı bilinsin və danışdığımız kimi bunlar insanın obrazlığını idarə eləyir də. Yəni sosial münasibətləri harmoniyada saxlayır, tək qalmır. Bu həqiqət səni amansız da axı, mütləq örtük lazımdır. Tək qoyar səni. Çox qəşəng ifadədir. Bəli, amma sən istəyirsən ki, belə xırda, amma sən elə o obrazını elə idarə eləməlisən ki, gülüc vəziyyətdə də qalmayasan. Məsələn, mən Gəncə Dövlət Universitetini bitirmişəm. Mən deyə bilmərəm mən Harvardı bitirmişəm. Artıq mən imicimi təhlükə altına qoyuram. Gülüc vəziyyətinə qoyuram.